Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Bugün Viyanada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında bir çox nümayəndə Azərbaycan və Ermənistan arasında irəliləyən sülh prosesini ilin ən mühüm siyasi hadisələrindən biri kimi qiymətləndiriblər. İclas zamanı Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşü və iki tərəfli sülh müqaviləsinin paraflanmasını yüksək qiymətləndirdiyini vurğulayıb. Bolqarıstanın Xarici İşlər Naziri Georgi Georgiyev isə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı davam edən danışıqlar hər iki tərəfin münaqişəyə son qoymaq istəyini əks etdirir. İclasın gedişatında digər Xarici İşlər Nazirləri də Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə dəstəklərini ifadə ediblər. Azərbaycan və Ermənistan arasında münasibətlər son illərin ən sakit və sabit mərhələsinə daxil olub. Bu barədə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Viyanada keçirilən iclasda çıxış edərkən bildirib. Nazirin sözlərinə görə hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti müstəvilərində sülh prosesinə əlavə dinamizm gətirəcək konkret addımlar atırlar. Ceyhun Bayramov Tramp marşrutu layihəsinə də toxunaraq qeyd edib ki, bu yol Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməli, eyni zamanda Ermənistan üçün də real faydalar yaratmalıdır. Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevanın çəkdiyi Məhsəti qısametrajlı bədii filminin nümayişinə qadağa qoyulub. Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Kino Agentliyinin Bədii Şurası filmin festival proqramına daxil edilməməsinin səbəbini açıqlayıb. Məlumata görə rejissor və ssenar müəllifi Suad Qarayeva tərəfindən hazırlanan filmdə Azərbaycanın ədəbi mədəni irsinə hörmətsizlik əks olunub. Xüsusilə klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin əxlaqsız qadın kimi təqdim edilməsi ciddi narazılıq doğurub. Bədii Şura hesab edir ki, şairənin erotik səhnələrlə təqdimatı normativ etik tələblərin pozulmasıdır. Bu səbəbdən Məhsəti filmi üçün lisenziyanın verilməsi məqsədə uyğun sayılmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan bugün ölkənin iqtisadi göstəriciləri və xarici əməkdaşlıq imkanları barədə yeni açıqlamalar verib. Paşinyan bildirib ki, Azərbaycanla sülh danışıqlarında əldə olunan irəliləyişlər ölkənin turizm sektorunda canlanmasına səbəb olub. Onun sözlərinə görə ABŞ-də sənədlərin imzalanmasından sonra Ermənistana investisiya marağı da artıb. Baş nazir əlavə edib ki, ölkə Avropa İttifaqının iştirakı ilə geniş miqyaslı infrastruktur layihələri həyata keçirməyə hazırdır. Bu xüsusilə Tramp marşrutu layihəsi çərçivəsində nəzərdə tutulur. Paşinyanın sözlərinə görə Avropa İttifaqının vəd etdiyi 2,6 milyard avroluq paketdən artıq 500 milyon avro ayrılıb. Biz Tramp marşrutu layihəsinin icrasında müsbət dinamika görürük və layihə planlaşdırılan qrafika uyğun davam edəcək deyə baş nazir əlavə edib. Dekabrın 5-də ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında dekabrın 5-dən 6-sı səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Rayonlarda isə arabir yağış yağacağı, səhər yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.